izahına baxacağıq. Qeyd edim ki, uşaqlar dərslər haqqında məlumat üçün 060 599 86 85 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Nömrəni qeyd edim. Başlayaq. Və uşaqlar, əgər ki, videonu bəyənirsinizsə, like etməyi, kanala abunə olmağı, şərhlər bölməsində öz fikirlərinizi bildirməyi və videonu maksimum şəkildə paylaşmağı unutmayın. Əgər artıq bu bir neçənci videomdursa izləyirsiniz və hələ də abunə olmamısınızsa, çox xahiş edirəm, oradan bir abunə butonum olmalıdır, düyməsi mi olmalıdır, oradan bir dənə çaqqıldadın, tıqqıldadın. Olun, yəni abunə olun artıq. Nəsə. Vurdum. Bəyənmirsinizsə də izləməyin, bilirsiniz də. Demək, bir də listening suallarına baxırıq. Korrekt answer suala düzgün cavab verir. What is Chinky's secret to success? Uğur üçün bu Chinky'nin sirri nədir? Creating special recipes showing Chinese food difficult. Çin yeməklərini çətin göstərən xüsusi menyular, reseptlər hazırlamaq belədir. Creating recipes combining Chinese and international flavors. Deyir ki, Çin və beynəlxalq dadları, yəni digər ölkələrin dadlarını, yeməklərini kombinləmək, yəni birləşdirib reseptlər yaratmaq. Combining classic and contemporary flavors in her recipes. Öz reseptlərində klassik və müasir dadları bir araya toplaması. Debəndidir cooking her grandparents' recipes on TV shows. Öz nənə babasının reseptlərini televiziya şovlarında deməli bişirməsi. Preparing recipes of international food for Chinese people. Çinli insanlar üçün beynəlxalq ərzaqları, beynəlxalq yeməklərin reseptlərini hazırlamaq. Eşidə Ozo Chinky is a very busy person. Baxmayaraq ki, deyir ki, çox məşğul bir insandır Chinky. She managed to take some time for herself. Özünə vaxt ayıra bilir. Create difficult recipes. Çətin reseptlər hazırlayır. Cannot find free time during the day. Gün ərzində boş vaxt tapa bilmir. Finds time to make TV shows. Deyir ki, televiziya şovlarını yaratmağa nə edir? Vaxt tapa bilir. Sonra mətn haqqındadır. Deyir, televiziya ulduzlarının həyatı bir dənə adamdan danışıb da Chinky'dir, nədir bu qızdan? Beynəlxalq mətbəx, aşbazın uşaqlığı, the ways of becoming a chef, şef olmaq üçün yollar, making Chinese food easy to cook. Deyir ki, Çin yeməklərini asan bir şəkildə bişirə bilmək. False true, yaxşı. Chinky's difficult recipes make her famous in the UK. Chinky'nin çətin reseptləri onu Birləşmiş Krallıqda məşhur edir. Chinky'nin nənə babası ona ənənəvi Çin yeməklərini bişirməyi öyrətdi. Chinky UK, Birləşmiş Krallığa köçübdü erkən yaşlarında. Chinky demək, it's difficult to find Chinese food in London. Londonda Çin yeməklərini tapmaq çətindir. Yaxşı, gəlin qulaq asaq görək nə deyəcək bu bizə. Unit 17. Listen to the passage and answer the questions from 1 to 4. Many people are afraid of cooking Chinese food. They think it is difficult to prepare Chinese dishes. Jin Ki Hong, a young chef, business owner, and TV star, is changing their ideas. She teaches people quick and easy ways to prepare it. Jin Ki first learned about traditional Chinese cooking from her grandparents in Taiwan. Her grandparents, nənə babasından öyrənib, yəni ki, A variantı düzdür 4.2-də. When Jin Ki was 11 years old, her family moved to London. She cooked meals 11 yaşı olanda Londona köçüblər. Yəni erkən yaşlarında köçüb də, gənc deyilmiş. Məncə true olar bu da. for her family because her mother often traveled for work. Her mother taught her a little bit about Chinese cooking. Soon, she started to create her own recipes. Today, Jin Ki is famous in the UK. Her TV shows are also popular in several other countries. Her secret to success is creating recipes to combine traditional and modern flavors. Jin Ki Combine traditional and modern flavors. Müasir.
Traditional deyir ki, international, xeyr, modern deyir. Bu da deyil. Sonra bu da deyil. Onda cavabımız C variantı. Klassik, bir də ki, müasir dadları birləşdirir. He is a very busy woman, but she still finds time to relax. Finds time to relax. Rahatlamağa nə edir? Vaxt tapa bilir. Bir olacaq. What does Chinky do in her free time? She cooks, of course. Aha, deyir ki, finds time to make TV shows, cannot find free time, boş vaxt tapa bilmir, çətin reseptlər hazırlayır. Xeyr, bir də 4 olacaq. Televiziya şovları hazırlamağa vaxt tapır. Bəli, TV şovları var axı. 1 4 A variantı olar. Üstdə şef olmanın yolları yox, bunun uşaqlığı yox. Beynəlxalq mətbəx, making Chinese food easy to cook. The Life of TV Stars, bu da deyil. Yəni ki, beynəlxalq mətbəx olar. Çünki Çin yeməklərindən, Çin mətbəxindən ən azından danışır deyə götürərik. Deyir ki, makes her famous in the UK. Difficult recipes. Qoyacağım, difficult recipes deyirdi. Difficult sözünü Unit işlətmədim uşaqlar. 17. Listen to the passage and answer the questions from 1 to 4. Many people are afraid of cooking Chinese food. They think it is difficult to prepare Chinese dishes. Jin Ki Hong, a young Bir dəqiqə gözləyin, əlimdəydi. İtdiyə, ayda. Young nə? Necə əlimdəydi? Tamam, təzədən QR kodunu oxudum onda. Vuraram da. Is to prepare it. Chen Qi first learned about traditional Chinese cooking from her grandparents in Taiwan. When Chen Qi was 11 years old, her family moved to London. She cooked meals for her family because her mother often traveled for work. Her mother taught her a little bit about Chinese cooking. Soon, she started to create her own recipes. Today, Chen Qi is famous in the UK. Her TV shows are also popular in several other countries. Her secret to success is creating recipes to combine traditional and modern flavors. Difficult recipes demir. Burada false olacaq. Çin yeməklərini Londonda tapmaq demək çətindir. Bu da false olmuş olacaq. Niyə? Asanlığından deyil. Digər ölkələrdə də var axı. Ona görə götürə bilirik. Belə, listeningimiz demək neçəyə baxdıq? 1-ə baxdıq, 2-yə baxdıq, 3-ə. 3 mənə çox qaranlıq qaldı. Çətin olmadığını dediksə, burada çətin deyil dedik, düzdürmü? Asanlaşdırıbdı bu. Nə idi bu qızın adı? Qız asanlaşdırıb yeməkləri. Bir dənə bu üçüncü suala təzədən baxaq. Deyir ki, televiziya ulduzlarının həyatı əsla bu deyil. Beynəlxalq mətbəx, amma Çin mətbəxindən də danışır da. Çin mətbəxi beynəlxalq deyil ki, sadəcə bir neçə ölkədə falan var deyir. Nəsə bu B variantı qaldı. Deyir, bunun uşaqlığı əsla deyil. Şef olmanın yolları bu da deyil. Deyir, Çin mətbəxinin yeməklərini asan bişirmək, asan bişiriləcək tərzə gətirmək çətin idi. Əvvəl deyir çətin idi. Əslində Y variantı çox daha uyğundur. Uşaqlar deyir ki, əvvəl deyir çətin idi hər kəs üçün. Bu qız nə edir? Daha da asanlaşdırır. Uğur qazanır, hətta klassik yeməklərlə müasir yeməkləri, dadları birləşdirdiyi üçün. Burada gəlin yeni götürək. Çünki Çin mətbəxini asanlaşdırmanın yolundan deyirdi. Əvvəl deyir ki, hər şey çətin idi, heç kəs edəmirdi. İndi amma eləyirlər, indi bacarır, qız reseptlər falan hazırlayıb falan. Ona görə Y variantı daha uyğundur, bəli. Başqa keçdik Hesner short textlərimizə. Nə deyir? Welcome to our cozy bakery. Deyir ki, bizim bu məşhur cozy rahat deməkdir. Amma gəlin deyir ki, bu bizim belə çörəkçimizə xoş gəlmisiniz qısaca.
deməli, come and taste our fresh bread and delicious cakes. Deyir ki, gəlin və bizim təzə çörəklərimizin, dadlı keklərimizin, tortlarımızın dadına baxın. We open on Monday at 8 a.m. And wait for you all. Deyir saat 8-də, bazar birinci gün saat 8-də açıq oluruq və sizin hər birinizi gözləyirik. Okay, there will be an opening ceremony. Açılış mərasimi olacaq. Xeyr. Deyir ki, çörəkçi dükanı endirimlər təklif edir. Discount endirimdir. Xeyr, endirim falan demədi. Tortlar deyir ki, satışda olur. Çörəkçi dükanında, bəli, satışda olacaq. Bu ola bilər, bu qalsın. Bakery shop is opened. Deyir ki, çörəkçi dükanı birinci gün axşam açılır. Xeyr, birinci gün axşam yox, tezdən saat 8-də açılır, səhvdir. A food store offers. Ərzaq dükanı təzə çörək təqdim edir. Ərzaq dükanı yox, bakery çörəkçidir. Ona görə cavabımız olur elə C variantı. 6-cı sualda Dear family, əziz ailəm, I have started at my new university. Mən yeni universitetimə başlamışam. The people here are very friendly. Buradakı insanlar çox mehriban, dostcanlısıdırlar. The campus is big and beautiful. Məktəb ərazisi böyük və gözəldir. My apartment is comfortable and close to the university. Deyir ki, mənim mənzilim rahatdır, universitetə yaxındır. I miss you all. Mən sizin hər biriniz üçün darıxıram. Hope to see you soon. Tezliklə sizi görməyi ümid edirəm. Düzgün variant istəyir. Student deyir, şagird şikayətlənir apartmanı haqqında. Xeyr. University admission, universitet qəbulu wrote a letter, məktub yazıb şagirdin ailəsinə. Xeyr, şagird özü yazıbdı. Tələbə özü yazıbdı ailəsinə. If university gives an announcement, universitet elan verir öz ərazisi haqqında. Xeyr. Student lives away from his family for education. Təhsil üçün tələbə ailəsindən uzaqda yaşayır. Bəli, düzdür. 7-də deyir ki, family wrote, ailə məktub yazır öz oğullarına, universitetdə oxuyan oğullarına məktub yazır. Ailə yazmır, oğul bunlara yazır ya da qız bunlara yazır. 7 səhvdir. Cavab D. 7-ci sualda attention, diqqət. Tomorrow there will be strong wind in the city. Deyir ki, sabah şəhərdə güclü bir külək olacaq. Please stay inside if you can. Zəhmət olmasa bacara bilirsinizsə içəridə qalın, çölə çıxmayın. Yəni be careful of falling trees and objects. Düşən ağaclara, obyektlərə diqqətli olun. Secure your windows and doors. Deyir ki, öz pəncərələrinizi, qapılarınızı təhlükəsiz hala gətirin. Stay safe, güvənli qalın. Yəni özünüzə yaxşı baxın. Trees and objects harmed people during the strong wind. Deyir ki, güclü külək ərzində ağaclar və obyektlər insanlara zərər verdi. Zərər verdi demir. Deyir, diqqətli olun. People are warned about extreme weather condition. Şiddətli hava vəziyyəti, hava şəraiti haqqında məlumatlandırılır, xəbərdarlıq edilir insanlara. Bəli, B variantı düzdür. C-də deyir ki, insanlardan xahiş edilir ki, şəhəri düşən ağaclardan təmizləsinlər, şəhər təmizləsinlər demir. D-də deyir ki, dövlət xəbərdarlıq edir insanlara ağacları kəsməmələri üçün. Xeyr. People should leave the city for their safety. Güvənli, təhlükəsizlikləri üçün, öz güvənlikləri üçün insanlar şəhəri tərk etməlidir. Xeyr, belə bir şey demir. İndi keçək reading-ə. Denmark is one of the most bicycle-friendly countries in the world. Deyir ki, Denmark dünyadakı ən velosiped sevər, belə deyək də, velosiped sevən ölkələrdən biridir. Yəni velosipeddən ən çox istifadə edilən ölkələrdən biridir. Approximately 40% of the people in its capital, Copenhagen, travel to school or work by bicycle. Deyir ki, təxminən ölkənin, onun paytaxtındakı insanların 40%, yəni Copenhagen-dəki insanların 40%, məktəbə, işə velosipedlə gedirlər. It has several reasons. Onun bir neçə səbəbləri var. First, ilk olaraq, government is worried about pollution. Dövlət çirklənmə haqqında narahatdır. Denmark has a very high tax on cars because the government wants more people to ride bikes. Deyir ki, Denmarkda deyir çox yüksək vergilər vardı maşınlara. Çünki dövlət istəyir ki, insanlar daha çox insan velosiped sürsünlər. Another reason for the popularity of bicycles is that Denmark is a very flat country, so it's a very easy
place to ride a bike. Deyir ki, digər bir səbəb velosipedlərin Danimarkada belə deyək, məşhur olmasının digər bir səbəbi odur ki, bu ölkə çox düz bir ölkədir. Yəni dağlıq dərə təpə deyil də, düz bir ölkədir. Buna görə də bu da onun orada velosiped sürmək asandır. Yəni ora velosiped sürmək üçün çox asan bir yerdir. In Copenhagen there are also special lanes for cyclists. Deyir ki, Copenhagen'da həmçinin velosiped sürənlər üçün xüsusi bir xətt var, xüsusi xəttlər vardır. Cars must stop when a bike is crossing the road. Velosiped yoldan keçərkən maşınlar dayanmalıdır. Some places have special traffic lights to tell drivers that bikes are going to cross the road. Deyir ki, bəzi yerlərin xüsusi trafik nəqliyyat işıqları var ki, hansı ki sürücülərə yoldan velosipedin keçəcəyi barədə xəbərdarlıq verir, yəni məlumat verir. Denmark is also making traffic lights friendlier for cyclists. Danimarka həmçinin deyir ki, trafik nəqliyyat işıqlarını deməli velosiped sürənlərin xeyrinə edir, velosiped sürənlər üçün edir, belə deyə bilərik. Most people ride their bikes at about 20 km/h. Nə deyir? Deyir ki, əksər insanlar velosipedlə saatda 20 kilometr gedirlər, sürürlər. On the bicycle highways, people going this speed will only see green traffic lights. Deyir ki, velosiped yollarında, zolaqlarında insanlar bu sürəti deməli nə edirlər? Nəqliyyat işıqlarının yalnız görəndə edirlər. With these bicycle highways, Copenhagen may become the most bicycle friendly city in the world. Deyir ki, bu velosiped yolları ilə, keçidləri ilə Copenhagen dünyadakı ən çox velosipedin istifadəyə yararlı olduğu şəhər ola bilər ya da. There is a new word for making a city more bicycle friendly. Copenhagenization. Deyir ki, bicycle friendly, yəni velosipeddən istifadəyə yararlı bir şəhər edən yeni bir söz vardı. Copenhagen'i deyir ki, velosipedə yararlı bir şəhər edən söz vardı. Hansısa bir şəhər üçün istifadə edə bilirik. Yəni Copenhagenization nədirsə, bu şəhərin adıdır. Nəsə uşaqlar, mətn haqqındadır. Deyir ki, velosipeddə istifadəyə yararlı şəhər, ümumiyyətlə ölkədən dedi. Danimarkadan da söhbət getdi. Maşınlar üzərindəki vergi deyil. Bir Avropa ölkəsi. Danimarkadakı yollar, traffic lights, nəqliyyat işıqları deyil. Qaldı C variantı yoxsa A variantı. Demək, birdə də Copenhagen'dan danışır. İkidə bəs. İkincidə də vardı. Sonra bir də üçüncüdə bax Danimarkanın özündən falanca. Yox, bu olacaq elə A variantı götürəcəyik. Danimarkanın özündən söhbət gedir. Danimarkanın özünün içində şeydən söhbət gedir. Nədir? Ayda bunun paytaxtının adı nə idi? Copenhagen'dan söhbət gedir də. Burada velosipeddən istifadə falan da ümumi olaraq paytaxtından daha çox söhbət getdiyi üçün a bicycle friendly city deyəcəm. 9-da how does Danish government make people ride bikes. Deyir ki, Danimarka dövləti, hökuməti insanları necə velosiped sürdürməyə məcbur edir? Deyəcəyik ki, raising tax on cars, maşınlar üzərindəki vergini artırmağına. Deyirsiniz ki, bəzən uşaqları yorumlarda görürəm. Müəllimə, o yazdığınız, cavabı yazdığınız hissəni göstərin mətndən. Ay uşaqlar, bunu bayaq oxudum da. Oxuyanda niyə baxmırsınız? Oxuyub tərcümə eləmişəm də mən bu yazıq mətni, düzdürmü? Orada oxuduq ki, nə? Maşınların üzərində yüksək vergi qoyur. Tamam, indi yüksək vergi qoymaq hissəsini tapacağam. Deyir, sürəti limitləndirir, sərhədləndirir, xeyr. Qiymətlər azalır, maşın qiymətlərini azaltmaqla, xeyr. Velosipedləri istehsal etməklə, xeyr. Ciddi trafik qaydaları qurmaqla, xeyr. Nədir? Vergini çoxartmaqla, raising tax on cars, maşınlar üzərindəki vergini artırmaqla. Və keçdik 10-cu sualımız fantastikadır, görünmür heç nə. Ayda, mən bunu oxuya bilsəm halaldır. Bir dənə gözləyin uşaqlar. Özümdəki kitabı açım, oradan oxuyum. Neçənci idi bu? 17.
Oradan deyim, siz ən azından görəsiz də, bir də uğraşmayın şeylə. 10-cu sual. Okay, riding bikes is popular in Denmark because Danimarkada deyir ki, velosiped sürmək məşhurdur çünki bir də deyir the government wanted, dövlət bunu istəyir. Bəli, ola bilər. The land is straight, deyir torpaq düzdür. Bəli, flat oxumuşduq. Yeri düzdür, dərə-təpə deyil ona görə. Pollution disturbs people, deyir ki, deməli çirklənmə insanları narahat edir. There are hardly any lanes for cyclists. Velosiped sürənlər üçün heç bir zolaq yoxdur. Bu 400% səhvdir. 4-ü əsla götürməyəcəm. Danimarkada məşhurdur çünki. Səbəbini istəyirsə, burada biz mətndə bax, ən əsas olan hissə nədir? Bax, burada da. Nə deyir? Deyir ki, government is worried about pollution. Sonra Denmark has a very tax falan. Government wants more people ride bikes. Deməli, çirklənmə haqqında narahat imişlər. Birinci səbəb çirklənmədir. İkinci səbəb nədir? Denmark's flat country. Nəymiş? Düz ölkədir, ona görə. Dərə-təpə deyil səthi. Okay, onda hansını götürəcəm? Deməli, götürəcəm 2 səbəb olaraq, bir də 4 yox, 3. 2, bir də 3-ü götürəcəm. 1-i götürmürəm, çünki dövlət bunun Danimarkanın velosiped sürməyi Danimarkada məşhur eləmək istəmir dövlət. Dövlət istəyir ki, çirklənməyin qarşısı alınsın. Ona görə 2 və 3-ü götürürük. Ən uyğun variantımız. 11-ci sualda yenə patladır. Qəşəng görünmür, ona görə 11-dən baxıram. Kitabdan baxıram. Choose the correct statements according to the passage. Tamam. Bicycle lanes are available in Copenhagen. Copenhagen'da deyir ki, velosiped zolaqları mövcuddur. Bəli, bir düzdür. 2-də deyir Denmark is hardly ever convenient for bikes. Danimarka heç velosipedlər üçün heç uyğun deyil, yanlışdır. Uyğundur deyə oxumuşuq, 2 səhvdir. Üstə traffic signals warn cars when bicycles cross the street. Velosipedlər küçədən keçəndə trafik siqnalları maşınları xəbərdarlıq edir. Bəli, oxuduq ki, belə bir işarə var. Velosiped keçəndə xəbərdarlıq edir. 4-də deyir ki, going to work by bike is not popular in the capital of Denmark. Danimarkan paytaxtında işə velosipedlə getmək məşhur deyil. Əksinə məşhurdur. İşə, məktəbə velosipedlə gedir insanlar deyə oxuduq. Yəni 1 və 3 olmuş olur. O da olur C variantı 11-də. 12-də true, yəni doğruları istəyir bizdən. Traffic lights in Denmark are more bicycle friendly. Deyir ki, nəqliyyat işıqları Danimarkada daha çox velosipedlərə uyğundur, velosipedlərə yararlıdır. Bəli, bir düzdür. Velosipedlərə daha əhəmiyyət verir deyə oxumuşduq. Not all inhabitants of Copenhagen travel to work by bicycle. Copenhagen'da deyir ki, heç də bütün əhali işə velosipedlə getmir. Bunu da düz deyir. Çünki 40% oxumuşduq. Bax, onu göstərim, yadınızdan çıxar. Mənim ağlım maşallah zehir kimidir, yadımda qalıb. Baxın, burada da 40% insanların, Copenhagen'da insanların 40% məktəbə, işə bunlara velosipedlə gedir. Ona görə də, yəni hamısı deyil də, sadəcə 40%-dir. 2 düzdür. 1 ilə 2 düzgün variantımdır. Düzü istəyir. 3-də deyir traffic light. Danimarkada nəqliyyat işıqları velosiped sürmək üçün nəqliyyat işıqları mürəkkəbdir. Ya da nəqliyyat işıqları velosiped sürməyi mürəkkəbləşdirir. Xeyr, velosiped sürməyə yararlıdır deyə oxuduq. Danimarka ən çox dağlıq ərazidir Avropada. Ən dağlıq ölkədir. Səhvdir, dedik düz ölkədir. Bu götürmürük. Cavab 1-2. 13-də I have some money in my purse. Deyir ki, pul qabımda biraz pul var. You can use money, pul sözü sayılmayan isimdir. En artikeldən işləməz uşaqlar. Yəni B-ni, D-ni çıxıram. T-shirt sayılan tək isimdir. Qarşısında artikel istəyir. Yəni boşluq yazamıram sayılan tək isimin qarşısında. Ya en artikel olacaq, ya da D artikeli. Cavab Y variantıdır onda avtomatik olaraq. Niyə D artikeli? You can use the money to buy a t-shirt. Deyirsəm, t-shirt almaq üçün puldan istifadə edə bilərsən. Hansı puldan söhbət gedir? Müəyyəndir. Mənim pul qabımda olan puldan. 14-də baxıram. It is, nə bilim, nə yazacağam indi. Baxıram, article olan a more difficult-ı çıxıram. Çünki sayılan tək isim yoxdur burada. Dən bağlayıcısı varsa müqayisə dərəcəsi yazırıq. En article çıxırıq ki, sayılan tək isim yoxdur. Müqayisə dərəcəsi nə ilə düzəldir? More ya da erlə.
More difficult alacaq A variantı. Digərlərində nə more var, nə də er var. Muchdan sonra müqayisə gəlir, amma difficult adi dərəcədə. Much more difficult olmalıdır. Difficult adi dərəcə, the most difficult üstünlük dərəcəsidir. Sonra keçirik 15-ci sualda. Fantastik şəkildə düşübdür. Buradan baxıram. All disaster survivors have bitter memories of the disaster. Buradakı survivors sözü uşaqlar cəmdədir. Xəbər cəmdə istəyir. Have cəm xəbər. Bir düzdür. Making sense clubjazz is her favorite hobby. Cümlənin mübtədası cerun tərkibi ilə ifadə olunarsa, yəni cümlənin mübtədası ing-li fe'l olarsa, xəbər tək olur həmişə. Is tək xəbərdir. 2 düzdür. Üstə the main deməli nədir? Reasons behind this painted success. The main reasons bax isim söz önü isim cəhətdir. Söz öndən əvvələ baxırdıq. Reasons cəmdədir, xəbər cəm olmalıdır. Amma is tək xəbərdir, 3 səhvdir. 4-də volunteers cəmdədir, visit cəm xəbərdir. People cəmdədir, who-dan sonra cəm xəbər gəlməlidir. Leaves isə tək xəbərdir, leave olmalı idi, 4 səhvdir. The ruin of-dan əvvələ baxıram, təkdədir, onda xəbər də təkdə olmalıdır. Nə yazıb? Begin yazıb. Amma nə olmalı idi? Begins olmalı idi ki, tək xəbər lazımdır mənə. Yəni 1 və 2 o da olur C variantı. 16-cı sualımızda this exciting adventure story is based to be based onla işlənir uşaqlar. Əsaslanır nəyəsə. İkinci tərəfdə filled with-lə işlənir. Nədir? Bir dənə qoy baxım. Magical land filled with. Bəli. To be filled with-lə işlənir. To be based onla işlənir. Yaddan çıxmasın. 17-ci sualda if you want to take up surfing deyir ki, surf eləməyə başlamaq istəyirsənsə, take up nəsə hansısa bir işə başlamaq mənasında işlənən sözdür. Learn all the safety rules, bütün təhlükəsizlik qaydalarını öyrənməlisən deyəcəm. Will be able to olmalıdır. B'si yoxdur, çıxasan. Ya 2-4-dür, ya da 3-5-dir. Ya inkarlardır, ya təsdiqlərdir. 2-4 olan variant var, görsən. Amma 3-5 olan variant var, heç. Xeyr yoxdur. Avtomatik olaraq belə rahat taparsan, tərcümə ilə də tapsan lap gözəl. Deyir ki, sən nə etməlisən? Bütün təhlükəsizlik qaydalarını öyrənməlisən. 18-də Edward's parents wrote phone, read phone message while arriving home. Evə çatarkən Edward'ın valideynləri deməli telefon mesajlarını oxudu. Aha, nə oldu indi? Baxaq görək nədir? Təsdiq cümləsidir. Təsdiq cümləsinin qısa cavabı inkarda verilənmir. Neyzələri çıxacam. 3 və 4 olmaz. 3 və 4-ü çıxıram variantdan nə qaldı? 2 və 5. But onda bir-birinin əksi olur deyə batdan sonra didn't vermişəm. So ilə təsdiq cümləsinin qısa cavabını düzəldirik deyə 5 düzdür. Bir niyə səhvdir? So does Alison deyəmirəm. Çünki buradakı mübtəda parentsdir, düzdür? Parents cəmdədir. Cəm isimdən mən does işlədəmirəm ki, Alisonuncular deyir burada. Alisonun valideynləri nəzərdə tutulur. Yəni does yox, do olmalı idi. Ona görə bir də səhvdir. Cavabımız 2 və 5 B bəndi. 19-cu sualda passiv versiyasını istəyir verilən cümlənin. Scientist cümlənin mübtədasıdır. Məlumla məhsulun mübtədası eyni olmur. Scientist olanı çıxıram. C getdim. Sonra nə və inkardır. Yəni mənim məhsuldakı cümləm də inkar olacaq. Buna diqqət eləməliyəm. Təsdiqdə olan varsa çıxım. Məsələn, Y variantı təsdiqdir. Çıxıram. Send indiki sadə zaman, indiki qeyri-mən zaman, yəni present simple-dır. Əmizar plus participle lazımdır uşaqlar. Were verib səhvdir. Cavab nə variantı qaldı? A variantı are never sent to space. Without falan. 20-də bir dəqiqə gözləyin. 20-də nə deyir? A few years ago. Ego hansı zamandır? Keçmiş sadə. Keçmiş qeyri-mən zaman. Yəni fe'l ya kökdən dəyişir ya da idi qəbul edir. Have falan olmur orada. Was found bir dəqiqə. Was found keçmiş qeyri-mən zaman məhsuludur. Scientist cəmdədir deyə was işləmir ondan. Find indiki zamandır. Bunu da belə çıxıram. İkinci tərəfdə found out that certain cells of human body never cells cəmdədir axı. Dies yox, die. İndi çox böyük ehtimal ki, belə bir rəy gələcək sizdən. Bilmirəm, hamıdan gəlməzdi, amma bir neçə nəfərdən gələcək. Ay müəllimə, siz demişsiniz ki, əksər videolarınızda demişsiniz ki, hətta belə də yaza bilərsiniz. Keçmiş zaman indiki zamandan uzlaşmır. Necə götürdünüz bəs C variantını yazdınız? Çox gözəl bir sual verəcəm indi sizə uşaqlar. Burada uzlaşma bağlayıcısı varmı bu cümlədə? Xeyr yoxdur, düzdürmü? Uzlaşma bağlayıcısı yoxdur. Onda mən niyə uzlaşmaya baxam? Uzlaşmaya baxmam üçün heç bir səbəb yoxdur.
Yaxşı, ikinci bir şey deyəsiniz. Tamam, ay müəllimə, uzlaşma yoxdur. Siz demişdiniz ki, tabeli mürəkkəb cümlədə baş cümlə keçmiş zamandadırsa, budaq cümlədə keçmiş zaman formalarında olmalıdır. Bəli, onu da demişdim uşaqlar. Amma elm tərəfindən isbat olunmuş hərəkətlər yalnız inci qeyri-müəyyən zamanda yazılır deyə də bir qayda demişdim yadınızdadırsa. Yəni elm tərəfindən deməli belə deyək, alimlər tərəfindən və s. də, yəni isbat olunmuş hərəkətlər, dəqiq hərəkətlər davam edici zamanda, keçmiş zamanda, gələcək zamanda olmur. Yalnız inci qeyri-müəyyən zamanda olur. Deyirəm ki, bax bu cümləyə baxın. A few years ago scientists found out that certain cells of human body never die. Bir neçə illər bundan əvvəl alimlər ortağı aşkar etdi ki, insan bədəninin müəyyən hüceyrələri əsla ölmür. Heç vaxt ölmür. İndi mən bunu necə dəyişim? Deyim, heç vaxt öldü. Ölmədi ya da ölməyəcək. Xeyr. Heç vaxt ölmür. İnci qeyri-müəyyən zamanda işlənəcək bir cümlədir. Zaten zaman zərfinə görə də başqa bir şansınız qalmır. Səs cəmdədir, daz verənmirsiniz. Avtomatik cəbəndi qalır. Sadəcə ağlınızda, bəzi uşaqların ağlında suallar qalır. Ona görə dedim ki, yaxşı biləsiniz. 21. Scientist sözü təkdədir, düzdürmü? İşarə əvəzli uşaqlar ikinci isimdən yox, birinci isimdən asılı olur həmişə. Yadınızda saxlayın. Scientist təkdədir deyə təklə işlən lazımdır. These those olmaz. İkinci tərəfdə didn't nə verəcəm? Cümlənin mübtədası amma nədir? Scientist yoxsa studies-dir? Demişik ki, əgər ki ismin yəlçalı apostrof s ya da apostrofla düzələrsə, cümlənin mübtədası sonuncu isimdir. Apostrof s-dən sonrakı gələn isimdir və xəbər ondan asılı olur. Yəni mübtədam studies-dir, cəmdədir. Itlə əvəz eləmərəm. Nə olacaq? D olacaq. Bir də deyirəm uşaqlar. Normalda iki isim yanaşı işləndə biz ikinciyə baxırıq. Necə dedim, xəbər studies-dən asılıdır, hə? Apostrof s-dən ayrılıb da. Amma işarə əvəzliyi həmişə birinci isimdən asılı olacaq. This scientist studies. Yəli hal qurmusansa apostrof s ikinci yox, birinci isimdən asılı olacaq. Apostrof s olmasa, sadəcə iki isim yanaşı işlənsə, bəli, o zaman ikinci ismə baxasınız. İşarə əvəzliyini təyin edərkən də. Belə. 22-ci sualda made birinci qrup feildir, to-suz məstər istəyir. To stay-dən to-nu çıxarsan. Qaldı nə? Stay. ING olanda çıxmalısan, id olanda çıxmalısan. Qaldı bunlar. Biz demişik kompleks obyektdə, yəni mürəkkəb tamamlıqda. Tamamlıq ya obyekt halda onun əvəzi işlə ifadə olunur, ya da adlı halda onun isimlə. Bu adlı halda onun əvəzi işlə. We olmaz. Amma the students olar. Nədir? Adlı halda olan ismimizdir. 23-cü sualda nə deyir? His memory is very good. Onun yaddaşı çox yaxşıdır. I think, mən fikirləşirəm, we can, the facts he shared with us. Onun bizimlə paylaşdığı faktlara nə edə bilərik? Güvənə bilərik. Rely on. Deyir, yaddaşı çox yaxşıdır axı. Avoid, çəkinmək, qaçınmaqda, şübhə etmək, object to, etiraz etmək, ignore, məhəl qoymamaq, əhəmiyyət verməmək. Zaten 4 dənə mənfi mənalı söz var. Bir dənə müsbət mənalı söz var. Cavabımız olur Y variantı. Sonra I don't think they will be able to come to the party in time. Mən onların partiyə vaxtında gələ biləcəklərini düşünmürəm. Deyir ki, bizə indi bunu disjunctive question bölməsinə aiddir. Heç nə deyir, buna sual ver. Sualı düzgün şəkildə ver, heç nə. Baxaq görə indi nədir? Bax, I don't think hissəsini eləsəm, mən düşünmürəm hissəsini. Uşaqlar, burada mən də düşünmürəm deməyim çox boş olar. Mənə nə lazımdır əslində? They will be. Əsas hərəkətim hardadır? Bax, əsas hərəkət buradadır. Onlar partiyə vaxtında gələ biləcək. Məsələn, mən də vaxtında gələ biləcəm, o da vaxtında gələ biləcək ya da gələ bilməyəcək deyəcəm. Düzdürmü? Vergüllə ayrılıb. Vergüldən əvvəl təsdiqdirsə, vergüldən sonra inkar yazıram. Vergüldən əvvəl inkarsa, vergüldən sonra təsdiq yazıram. Okay. Dedim axı, I don't think-ə baxmıram. Çünki əsas hissəmiz, əsas cümləmiz they will be able to hissəsidir. Will hissəsi lazımdır. Amma uşaqlar, will-i deməyəcəm indi burada. Will təsdiqdir, won't yazım. Buradakı don't artıq cümləni inkar eləmiş olur. Cümlə artıq 2 dənə cümlə olsa da, məna olaraq bir bütöv şəkildə cümlə mənə inkar cümləsi sayılmış olur. Ona görə won't I yox, will they yazacağam. Həm də belə də düşünün uşaqlar. İndi çox gözəl bir şey deyəcəm, beyniniz qarışmasın, rahat olun. Bax, məsələn, won't yazdım, tamam mı? Allah, yaxşı eləmişsən yazmısan. Tutaq ki, won't I necə yazım? Buradakı will nəyə aiddir? Deyə aiddir, düzdür? Sən mübtədanı necə I eləyəsən? Birin buradan necə götürəsən, düzdür?
Don't ay da yazamıram. Çünki don't burada inkardadır onsuz da. Do ay olardı yenə deyəsən. Do'yu yazıb amma ayda axı mübtəda necə yu olsun? Do day yazıb yenə biri buradan biri buradan yenə olmadı. Gördünüz cavabımız avtomatik nə qaldı? D variantı qaldı. Dediyim kimi buradakı don't onsuz da bütöv cümləni inkar elədiyi üçün baş cümləmiz inkarda olduğu üçün nə edirik? Əsaslı hissənin, məlumatın verildiyi hissəni də onu da inkar kimi başa düşürük və ya vergüldən sonraki hissəni təsdiqin sualında veririk belə. 25-ci sualımızda nə deyir bizə? All people make mistakes. Bütün insanlar səhv edər. Nə gözəl cümlədir bu belə. Only wise people learn from their mistakes. Yalnız müdrik insanlar, ağıllı insanlar öz səhvlərindən dərs çıxardar, öz səhvlərindən öyrənərlər. Bütün insanlar səhv edər, amma yalnız müdrik insanlar öz səhvlərindən dərs çıxardar. Cavab variantı but. So buna görə də because çünki or ya yoxsa zo baxmayaraq ki. Uşaqlar indi mən bunu nə edeyim? Başqa necə izah edeyim? Tərcümə tiplidir, düzdür? Mən yazığı özümü öldürsəm də buradan bir şey çıxarmayım. Niyə məsələn bu olmadı? Niyə bu olmadı? Çünki tərcümə. Ya başqa bir açıqlaması yoxdur ki, mən durum deyim ki, bəli, buna görədir. Belə. Keçdik. Nədir onun adı? Bu writingimiz. Nə gözəl düşüb şəkil görürsüz. Şokdayım resmən. İlk dəfədir ki, bu qədər aydınlıqla görürəm. Nə edir bunlar? Velosiped sürmək istəyirlər, sürürlər. Daşa ilişir. Velosiped. Sonra nə olur? Bu yıxılır. Bu birisi niyə yıxıldı bəs? Bununcu da ilişib. Nəsə bunların ikisi də yıxılırlar. Amma birinə nəsə olur, görsən? Birini aparıblar xəstəxanaya. Nə izah eləyir? Kaskı başından çıxıbdı. Hə, burada kask taxıbdı, görürsüz? Kaskı başından çıxıbdı. Burada bunu izah eləyir ki, hə, kaskın başından çıxdı, yıxıldın, öləcəydin, ölmədin. Nəsə, öldürməyək. Yəni də yaralanıb, bir şey olub. Okey. Anladığım budur. İndi gəlin bunu bir də normal bir dilə salaq. Çox qarışıq olmasın da. Story yazaq. Okey. Deyirəm ki, burada əşyalar sındırmasam deyəcəm. Məsələn, bunlar qolsuz bir paltar geyib deyək ki, məsələn, isti bir yay günü idi. Gözəl bir yay günü idi və yaxud da. Dili dəyişməmişəm, bir də gözləyin. Gözləyin. Yes, it was a very nice summer day. Gözəl bir nə günüymüş? Yay günü idi. Və birinin adı Bob olsun, birinin də adı Tom olsun. Tom and Bob nə edirdilər? Bir dəqiqə gözlə, bir şey deyəcəm uşaqlar sizə. Biz bu şəkili səhv analiz eləmişik. Daha doğrusu mən səhv analiz eləmişəm. Bu kaskı olan uşaq buradadır, görürsüz. Bu kask taxmayıbdı. Yıxılır, başı dəyir daşa. Hə, bildim. Tamam, yaxşı, anladım. Tom and Bob nə etsinlər? Tom and Bob decided to ride a bike in the street. Küçədə velosiped sürmək qərarına gəldilər. Okay. Firstly, ilk olaraq nədir? Tom firstly heç yazmıram, tamam. Tom wore, yəni geyindi, wore olubdu. Nəyini geyindi? His helmet. Nəyini? Kaskını geyindi. But, amma Bob geyinmədi. But Bob didn't. Amma Bob geyinmədi. Burada didn't-dan sonra bir də were yazmırıq. Çünki uşaqlar söz sayını çoxaltmaq üçün eyni sözü təkrar etməyə çalışmayın. Bu düzgün bir şey olmayacaq. Yadda saxlayın. Okay. Then sonra nə etdilər? Then they started, başladılar riding. Riding a bike, tamam. Velosiped sürməyə başladılar. Sonra nə oldu?
bir müddət sonra və yaxud da yolda, on the road, aha, deyəcəm ki, yolda onlar deməli daşa rast gəldilər və yaxud da ki, bu kim idi? Taxmayan hansı idi? Bob idi. Hə. Bobun velosipedinin təkəri deməli daşa dəydi, toxundu və yaxud da ilişdi. Nə deyirəmsə deyə bilərəm də, düzdür? Daşa vuruldu, toqquşdu da bir şey oldu. Hit yaza bilərik, bəli. Və o velosipedindən yıxıldı. Başı nəyə vurdu? Başı yerə dəydi, daşa dəydi. Nə yazırsınız? Okay. On the road, yolda. Bob's deməli Bobun velosipedinin təkəri. Düzdür? Bob's bikes. Bob's bikes belə yazmayaq. The bike of Bob's. Ya da qoy yazaq. Bob's tire hit the stone. Daşa dəydi. And he fell on the ground. On the ground. Aha. Və o nə etdi? Yerə yıxıldı. Sonra nə oldu bəs? Sonra hətta istəsəz burada deyərsiniz ki, Tom da yıxıldı. Tom da yıxıldı. İstəsəz yazarsınız da ikisi də yıxıldı. Fərqi yoxdur. Hətta qoy yazaq. Tamam. Hit the stone and bir dəqiqə gözdən düzəldim. And both of the boys. Hər iki oğlan nə elədi? Yıxıldı, yerə yıxıldı. Tomun nə etdi? Başı zədələndi, pis şəkildə zədələndi. Velosiped və yaxud da belə deyək də, uzanıb axı, uzatmayaq o qədər də. Deyək ki, sonra valideynləri Bobu xəstəxanaya apardılar. Then Bob's parents took him. Onu apardılar. Hara? To the hospital. Xəstəxanaya apardılar. To the hospital. They said that. Onlar dedi ki, deməli, the accident happened. Qəza nəyə görə baş verdi? Qəza baş verdi. Because he didn't wear a helmet. Qəza o kask taxmadığına görə baş verdi. Və yaxud da ki, belə də deyə bilər. Onun başı zədələndi, yaralandı kask taxmadığına görə. Və sair şəklində yaza bilərsiniz də. Yəni sizdən asılıdır. Söz uzandı deyil, mən başını bu qədər yaralamasını şey eləmədim, bildirmədim. Nə qədər oldu? 4, 5, 6, 7, 8, 9, 10, 13, 15, 17, 18, 19, 20, 22, 24, 25, 26, 27, 28, 29, 30, 31, 32, 33, 34, 35, 36, 37, 38, 39, 40, 41, 42, 43, 44, 45, 46, 47, 48, 49, 50, 51, 52, 53, 54, 55, 56, 57, 58, 59, 60, 61, 62, 63, 64. Kifayət qədər söz oldu. Ümid edirəm ki, videonu bəyənmişsinizdir. Bəyənsəz, like etməyi, kanala abunə olmağı, şərhlər bölməsində öz fikirlərinizi bildirməyi və maksimum şəkildə videomuzu paylaşmağı unutmayın. Bəyənməsəz də izləməyin uşaqlar, oldu mu? Sağ olun.